Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadet itaatlerinizi kabul eylesin. Selamun aleyküm. Selamun aleyküm. Allah ibadetimizi kabul eylesin. Allah cümlət olsun. Salamlayıram mən də bütün tamaşaçıları sizlərə. Aleykümselam. Deməli Quran-ı Kerimdə Ənbiya surəsində bir ayə var. Bəli. Buyurur ki, əgər yer üzündə, yəni yerdə və göydə Allah'tan başqa məbud olsaydı, fəsad yaranardı, onlar dəyərdilər bir-birinə məbudlar. Və istəyirəm bu ayə haqqında danışaq. Və əslində həm də Tohidin Quran-ı Kerimin göstərdiyi dəlillərindən biridir. Yəni, Quran-ı Kerim Tohidi həm də bu yolla ispat etməyə çalışır ki, yəni siz bunu düşünsəniz görərsiniz ki, dünyada, yerdə və göydə bir yaradandan və bir Rəbdən başqa bir məbud yoxdur, bir tanrı yoxdur. Buyurun. Bismillahirrahmanirrahim. Ya Allah. Ənbiya surəsi 22-ci ayədir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Buyurur: "Ləv kânə fîhimâ âlihetun illallah ləfəsədətə." Səhv eləməsəm davam belədir. Fəsubhanallahi rabbil arşi amma yasifun. Sadaqallahul aliyyul azim. Əgər olsaydı yer və göydə Allah'tan başqa tanrılar, yer və göy fəsada uğrayardı, məhv olardı. Ərşin sahibi olan, ərşin Rəbbi olan Allah onların vəsf etdiklərindən pak və ucadır. Bu ayə asan ayələrdən deyil. Təfsiri açıqlaması çətin ayələrdəndir. Ona görə ki, fəlsəfi mövzuya toxunur. Yəni, beyinlərin, zehinlərin başa düşmə trayektoriyası qəlizdir bu ayədə. Ayənin argument forması dini terminlə desək, qiyas-ı istisnaidir. İstisnai müqayisə, müstəsna müqayisə. O da nədir? Qiyas-ı istisnai budur ki, məsələn, mən deyirəm ki, əgər yağış yağmış olsaydı, mənim avtomobilim islanardı. Avtomobilim islanmayıbsa, deməli, yağış yağmayıb. Burada da Allah Teala buyurur, əgər göydə və yerdə bir Allah'tan başqa tanrılar olsaydı, o zaman göy və yer dağılardı. Yaxşı, göy və yer dağılıb mı? Xeyr. Deməli, Allah'tan başqa tanrılar yoxdur. İndi bunun izahı. Allah kömək eləsin, bunun izahı çətindir biraz. Həm izah edən üçün çətindir, həm anlayanlar. Hər şeydən öncə bir məsələyə toxunaq. Niyə Allah Teala buyurmur ki, "Ləv kânə fîhimâ ilahun illallah." Buyurur, "Âlihetun illallah." Əgər göydə və yerdə Allah'tan başqa tanrı olsaydı, buyurur, tanrılar olsaydı. Niyə tanrılar? Niyə bir tanrı yox, niyə iki tanrı yox? Tanrılar. Cəm gətirir. Deməli, bu müqəddimə ilə mövzuya giririk. Fərz eləyək, A adlı bir varlıq var, bir də B adlı bir varlıq var. A adlı varlığın B adlı varlıqdan fərqlənməsi üçün hökmən arada bir fərq olmalıdır. Əgər fərq olmasa, biz deyə bilmərik A B-dən fərqlidir ya B A-dan fərqlidir. Əgər bütün parametrlərdə eyni olsalar, bizim onları iki adlandırmağımız mənasızdır. Yəni, iki deyirlər ki, iki adlandıraq. Əgər fərz etsək ki,
Allah Cəllə Cəlaluhdan başqa bir tanrı da ola bilər olsun. Hı -hı. O zaman o tanrı, o fərz olunan tanrı. Hı -hı. Elə bir tanrı yoxdur ha, fərz olunan tanrı. Evet. Ya Allah Teala ilə eynidir ki, o zaman demək olmaz başqa. Hı -hı. Başqalığını bildirən nəsə olmasa, ona başqa demək olmaz. Evet. Hökmən hansısa nöqteyi nəzərdən, aspektdən başqalığı bilinməlidir. Evet. Heç bir sahədə başqa deyirlərsə, demək olmaz başqa tanrı. Hətta Hacı, həm də siz o məşhur irada həm də cavab verirsiniz də ki, o ki deyirlər ki, siz deyirsiniz kamil bir varlıq, yeganə kamil, hər tərəfdən kamil bir varlıq var, bir Allah var. Ola bilməz ki, eyni ilə onun kimi yenə kamil, yenə məhdud. Onda eyni şeydir. Hə, olsun. Heç bir fərq Onlar yoxdursa. da kamil olduğu üçün, işləri mükəmməl olduğu üçün işləri elə tənzimləyiblər ki, heç vaxt fəsad yaranmır, heç vaxt nizam pozulmur, heç vaxt. Çünki hər ikisi kamildir, hər ikisi mükəmməl yaradır. Heç bir fərq yoxdursa, nəyə əsasən deyirik ikidir? Biz hər bir ikinciyə, hər bir özgəyə, hər bir başqaya bir fərq bilirik. Məsələn, eyni fabrik, eyni zavod görsən istehsal eləyir. Məsələn, pencə istehsal eləyir. Deyirsən ki, bu iki pencə ikisi də eynidir. Ölçüləri eyni, rəngləri eyni, parçaları eyni, amma eyni deyil. Minimal fərqi budur ki, ikinci pencək, birinci pencəkdən zaman baxımından sonra istehsal olunub. Eyni deyil. Hökmən bir fərqi var. İndi, fərz olunan ikinci tanrı bütün parametrlərlə Allah Teala ilə eynidirsə, biz nəyə əsasən deyirik ikincidir o? Bəli. Nə əsası? Yox. Bir əsas yoxdur. Əgər hər hansı bir fərq vardırsa, söhbət burada şişir. Əgər hər hansı bir fərq vardırsa, sual yaranır. Bu fərq ki, birinci tanrı ilə ikinci tanrını fərqləndirdi. Bu fərq o iki tanrı qədər əbədi əzəlidir ya yox? Desək əzəli əbədi deyil, bəs hardan fərq yarandı? Desək əzəli və əbədidir. Fərqin özündən söhbət gedir. Fərqdən. Deməli bizim üç tanrımız var. Birinci tanrı, aradakı fərq, ikinci tanrı. Oldu üç tanrı. O zaman birinci tanrı ilə fərqin arasında fərq nədir? Yoxdursa necə fərqləndiririk onu? Əgər birinci tanrı ilə fərq arasında fərqləndirici ayrılığı bildirən etsən yoxdursa, necə fərqləndirir o fərqi birinci tanrıdan? Vardırsa, o da oldu bir fərq, o da əzəli qədim, o da bir tanrı. Fərq ilə ikinci tanrının arasındakı fərq nədir? Fikir verirsiniz, sonsuzluğa qədər gedəcək bu. Ona görə Allah Teala buyurur, əlihətun. Yəni, birinci tanrıdan keçdinsə, ikincidə dayanmayacaq. Gedəcək. Və biz də bu gedəcəyi sözlə demirik ya, həqiqət belə olacaq. Başqa variant yoxdur. Əgər bir tanrı varsa, iş həll olur. Əgər iki tanrı adlandırırıq, heç bir fərqi yoxdursa, biz iki tanrı sözünü mənasız işlədirik, bir tanrıdır. O necə İmam Sadiq əleyhissalama bir gəldi, dedi ki, siz deyirsiniz Allah yaradıb, İmam buyurdu, bəli. Mən deyirəm təbiət yaradıb. İmam buyurdu, sənin təbiət adlandırdığın mütləq qüdrətə, mütləq xaliqiyyətə, mütləq elmə, mütləq gözəlliyə və malikdir, dedi, bəli. Dedi, elə tanrı dadına təbiət deyirsən, nə olur, sən təbiətdir. Madam tanrı ilə heç bir fərqi yoxdursa, sən buna necə ikinci deyə bilirsən? Əgər ikinci dedinsə, o zaman birinci ilə bu ikincinin arasında fərq olmalıdır. O fərq də bunlar qədər əzəli, qədim olmalıdır. Oldu üç tanrı. Demək, əzəli bir fərq var. Bəli. O fərqlə birinci tanrı arasında da fərq olmalıdır.
oldu 5 tanrı. İkinci tanrı ilə fərqin arasında oldu 6 tanrı. Onların da arasında fərq olmalıdır. Yəni əgər bir tanrı yoxdursa 2 tanrı təsəvvürü mümkün deyil. 3 tanrı təsəvvürü mümkün deyil. Sayısız hesabsız tanrı olmalıdır. Bəli. Yəni əslində insan ağlı elə buradan başa düşür ki, o ki mümkün deyil, sayısız hesabsız tanrı yoxdur. Belə çıxır ki, insanlardan çox tanrı var. Deməli, Əslində acı ümumiyyətlə o bütpərəstlik dönəminə qayıdandadır. Romada insandan çox tanrı var. Həmin çünki o təxəyyül var idi onlarda. O yalancı təxəyyül. İndi onu keçəcək, onun bir sosioloji, əxlaqi fərqi məsələsi var. O da nədən ibarət idi? Onlar tanrı deyildilər. Onlar onları yaradanların aləti idi insanları idarə eləmək üçün. Baxın, İslamla qeyri dinlərin mühüm bir fərqi var. İslama əsasən istisnasız heç bir məxluq başqa məxluqun ağası ola bilməz. Və bunun istisnalı yoxdur. Konkret. Heç bir dində, tövhid dinlərinin heç birində insan insanın ağası ola bilməz. İnsan heyvanın ağası ola bilməz. İnsan təbiətin ağası ola bilməz. Təbiət insanın ağası ola bilməz. Yalnız bir halda nisbi şəkildə bunu qəbul etmək olar ki, Tanrının dediklərini icra etsin. Tanrının dedikləri isə Tanrının dedikləri olmalıdır. Nəinki Əbu Cəhl, Əbu Sufyan özündən bir büt qondarsın. Sonra o bütə Tanrı statusu versin. Sonra o statusdan da istədiyini təhkim eləsin, xalqa desin ki, Tanrı belə dedi. Yox. Bu doğru deyil. Odur ki, onu yaratmışdılar öz belə fiziki rübubiyyətlərini icra etmək üçün. Ki, bəs Firon deyirdi ki, Nəmrud deyirdi, yandırın İbrahimi tanrılarınızı qoruyun. Tanrı məni qorumalıdır, mən Tanrını qorumalıyam. Tanrılarınızı qoruyun nə deməkdir? Odur ki, o təsəvvür başqa şeydir. Burada isə tanrılar insanlardan çox olmayacaq. Tanrılar sayısız, hesabsız və bu bir yerdə dayanmamalıdır. Getməlidir. Çünki hansı haqla bunu saxlaya bilərik? Birinci tanrını fərqləndirdinsə, sayısız, hesabsız qədər tanrı və heç vaxt bir yerdə dayanmayacaq say. Niyə? Çünki hərəsinin arasında fərqi var. Hər iki tanrının arasında fərqi var. Tanrı ilə fərqin arasında fərqi var və bu ağla sığmaz. Yəni, bunu elə demək məlum edir ki, Tanrı birdir. Hacı, çox gözəl izah etdiniz həqiqətən. Və Quran-ı Kerim bəlli olur ki, nə üçün o iddian edir ki, yəni, əgər Allahdan başqa tanrılar olsaydı, bir olmayacaq, çox olacaq. Yer üzündə fitnə fəsad yaranacaqdır. Yəni, İndi keçəcək o mövzuya, fəsad mövzusuna. Arada fərq varsa, deməli, mütləq fəsad olmalıdır. Yəni, yoxdursa, sən necə iddia edirsən ki, bunu mesela birdən başqa ikincisi də yaradır. Burada bir əsas yoxdur. Yəni, bunu sübut etmək üçün heç bir argument yoxdur. Həzrət Əmir Ül-Müminin əleyhissalamın İmam Həsənə vəsiyyəti yadıma düşdü. Deyir ki, oğulcan, əgər Allahdan başqa məbud olsaydı, o da öz elçilərini göstərərdi. Ora gətirir yerə söhbət. O da öz əlamətlərini göstərərdi. Bu artıq ayənin ikinci mənasını açıqlayır. Sual. Əlbəttə, əslində bu tanrıların saysız hesabsız, fərz olunan tanrıların saysız hesabsızlığı artıq bildirdi məsələni. Ki, tanrı birdir. Yəni, heç bir normal ağıllı insan qəbul eləməz ki, trilyonlarla tanrı var və sayı da yoxdur, bitmir. Amma gəlin biraz da başqa sadə dildə izah edirik. Sual. Fərz edirik ki, heç bu birinci argumenti qoyduq kənara. Fərz edək ki, 2 tanrı var. 2 tanrının idarə etdiyi göy və yer niyə dağılmalıdır? Necə olur ki, 2 peyğəmbər, 3 peyğəmbər, bir neçə peyğəmbər eyni zamanda peyğəmbərlik eləyir, heç nə də dağılmır. Amma 2 tanrı bir-birindən yola getmir. Bu bir sualdır, adətən səslənir. Samir müəllim, təəssüf ki, bizim cəmiyyətimizdə söhbət Azərbaycandan getmir. Bizim hazırki dünya cəmiyyətində bir sıra elmlərin
yüksək səviyyəli olduğu qəbul edilmədiyi üçün onun bazası da yoxdur. Mən misal çəkim, avtomobilin o gücünün, mühərrikin o fırlanmasının o ölçüsü var, abarot deyirlər. Az qısa abarotda, qısa o yəni fırlanmada siz yüksək sürət götürə bilməzsiniz. Fikir versə, son model avtomobillərdə o sport düyməsini, idman düyməsini basan kimi, toxunan kimi ona görsən, maşının o taxometri qalxır yuxarı. Orada qalır, da düşmür aşağı. Niyə? Çünki avtomobil daim aqressiv hərəkətlərə, sürətə, manevraya qadir olsun. Fəlsəfi mövzunu dayaz təfəkkürlə anlamağa çalışmaq və iddia etmək gülüncdür. Elə bil ki, bir nəfər birinci sinif şagirdinə həndəsə keçir, cəbir keçir. Və deyək ki, sən başa düşməlisən. O da iddia edir ki, mən öyrətmənə, mən başa düşəcəm. Və bu mən anlayacam. Biraz... Yəni demək istəyirsiniz ki, fəlsəfəni bir elm kimi səhnədən çıxardıblar. Bəli. Təcrübə elmi əsas götürdükləri üçün bunlar cavabsız qalır. Fəlsəfəni istəyirlər, fəlsəfi təfəkkürü istəyirlər, təcrübə, sadə dayaz təfəkkürlə izah eləsinlər, anlasınlar. Bu çətin məsələdir. Ona görə də kimsə bu argumenti yəni, anlamasa, əziyyət çəksə, 5-6 dəfə düşünməlidir. Bir dəfə yox. Bu da birinci təcrübə deyil. İbn Sina Aristotelin Maba'du Təbiyyə Metafizika kitabını deyir ki, 40 dəfə oxudum. 40 dəfə. Və heç nə anlamadım. Heç nə anlamadım. Tərcüməsini təbii ki, o. Axırda deyir, bir nəfər onun tərcüməsini yazırdı, şərhini, Əbu Nəsir Farabinin qələmi ilə tərcümə yazırdı, ondan anladım. Mənə məral gələn burasıdır. Başa düşməyə 40 dəfə oxuyur və demir ki, mən İbn Sinayam, necə mən başa düşməyə bilərəm, mən elə düz başa düşməyə belə demir. Niyə? Çünki elm insanda qəribə bir təvazökarlıq yaradır, həqiqi elm. O artıq bilir ki, burada mənim işim var, mən başa düşməliyəm. Bu oyunlar, mən bilirəm, sən bilmirsən, bunlar boş şeylərdir. Mən başa düşməliyəm bunu. Mənə həqiqət lazımdır. İndi burada da. Siz nəsə demək istəyirsiniz? O, belə Aristotel elmləri təsnifatını verəndə, bölgülərə böldür, riyaziyyat, təbiət elmləri, dəqiq elmlər və s. Sonra görürük, ortada nəsə yenə də var da, yəni nələrsə var ki, o nə riyaziyyat onu həll edə bilir, nə fizika onu həll edə bilir, nə digər elmlər onu həll edə bilir, nəsə var. Məsələn, səbəb-nəticə qanunu, bu var da, bunu hara qoyaq biz? Ona görə və orada fəlsəfənin əsasını, o əsas deyəndə ki, fəlsəfə əslində vardı, yəni bir elm kimi onu da şeyə qoydu. Ortaya qoydu. Və sonra elə o bir elmdə qaldı kölgədə də əsas mı? Biz Aristoteli fəlsəfi əsas. Məsələn, varlıq məsələsi, vücud məsələsi, onlar hamısı onun dövründə. Hətta indi elmi, məsələn, təcrübə elmi müasir dönəmdə ki, bu filosoflar təcrübə elmə üstünlük verdilər və ona əsas saydılar. Hətta orada da onlar da dedilər ki, yox da indi yaxşı, bizim bəzi məsələlər var ki, onu başa düşmürük, bəs onu neyniyək? O dedilər ki, məsələn, elmin fəlsəfəsi. Bəli. Dərk elmlərin fəlsəfəsi yarandı. Yaradı. O sahə yaradı. İndiki dövrdə ümumiyyətlə o əsas rol oynayır elmin. Tibb fəlsəfəsi, ədəbiyyat fəlsəfəsi. Bəli. Ki, onunla cavab verir. Əslində onlar da gördülər ki, boşluq var. Fəlsəfəsiz alınmır. Alınmır, bəli. İndi, niyə iki tanrı yola getməməlidir? Niyə fəsad törənməlidir? Siz qəşəng başladınız Əli əleyhissalamın kəlamı ilə. Buyurur ki, ikinci tanrı olsaydı o da peyğəmbər göndərərdi. Çox gözəl. Buradan biz yapışırıq. Yəni deyirlər, bu parçanın söküyündən yapışırıq, gedirik ucuzluğuna. Tək peyğəmbər niyə? Sual budur. Fərz etdiyimiz iki tanrıdan biri Samir müəllimi yaradıb. Deməli, hikməti iqtiza edib, hikmətinə əsasən hikməti tələb edib ki, Samir müəllim adlı bir fəzilətli şəxs yaranmalıdır. Bunu qəbul edib, yaradıb. Sual. İkinci tanrı niyə Samir müəllimi bu vəziyyətdə, bu zamanda, bu məkanda yaratmağa məsləhət görməyib?
Əgər o düz eləyibsə, deməli o biri düz eləməyib, hikmətində qüsur var. Bəli. Yaradan düz eləyibsə, deməli bu yaratmayan düz eləmir, hikmətində qüsur var. Qüsur oldu, vəssalam. Deməli onun kamilləşməsinə mane olan əngəl var, o əngəl də Tanrıdır. Bəli. Yenə getdik bayaqcı mövzuya. Bəli, bəli. Yaradan olsa, Bəli. hər ikisi eyni cür kamildirsə, Bəli. onda eyni zamanda yaratmalıdır. Bəli. O da mümkün deyil əqli baxımdan. Yəni Allah istəyir qış yaratsın. Onda iki dənə Samir olmalıdır. Hə, hər şey iki olmalıydı. Bəli. Hər şey. İki Azərbaycan olmalıydı eyni coğrafiyada. Bəli. İki iqlim olmalıydı. İki nə bilim dünya planet olmalıydı, yer kürəsi olmalıydı. İki günəş olmalıydı, iki ay olmalıydı. Bəzilərinin deyəcəksiniz, dayaz deyəcəklər ki, var da subut olunub. Sən nə qədər günəş var qalaktikada. Qardaşım, sən qarışma da bu söhbətə, xahiş edirəm. Biz başqa söhbət edirik. Söhbət bundan gedir ki, eyni günəş eyni vəziyyətdə olmalıdır. Bəli. Bu ki mümkün deyil. Bu imkansızlıq əslində yəqin səviyyəsində sübut edir ki, qardaşım, Tanrının birdən çox olması qətiyyən təsəvvür oluna bilməz. Bəli. Əgər bir Tanrı məsləhət bilibsə bu vəziyyəti yaratmağı, ikinci Tanrı niyə məsləhət bilməyib? Birinci Tanrı qoymayıbsa, məsələn, belə gülünc sözlər deyək. Deməli, birinci ikincidən güclüdür, ikinci Tanrı deyil. Bəli. Yox, ikinci düz eləyir, yaratmışsa, deməli, birincisə. Yəni, hayana fırladırsan bir Tanrıdan başqası mümkün deyil. Bəli. Mümkün deyil. İndi ki, göy və yer dağılmayıb, göy və yer normal işləyir, fəsillər, hərəkətlər, bəzi zahirən ziddiyyətli görünən şeylər ki var, böyük ustadlardan biri ona elə gözəl cavab verir. Elə xoşum gəlir o cavabdan. Əlbəttə, bu həyatda bir növ təcrübə qazanmış, elmi mütaliə eləmiş şəxslər bunu anlayır. Bu lovğalıq deyil, Samir müəllim. Başqa çarə yoxdur danışmağa. Çünki başqa problem yaranacaq. Kimlərsə elə biləcək, başa düşdük. Başa düşmək yersiz irad bildirəcəklər, alam qarşıda bir-birinə. Bu lovğalıq deyil. Mən özüm bu şeyləri oxuyanda, siz məndən yaxşı bilirsiniz. Adam baxır, görür ki, bilmədiklərimin bildiklərimlə müqayisəsini eləmək gülüncdür. Yəni, ağla sığmaz bir interval var, yəni fərq var. Amma indi niyə? Bizim də vəziyyətimiz budur. Biz deməliyik də. Deməli, məsələ nədir? Danışırdıq Tanrının, iki Tanrının yeryüzünü, gökyüzünü idarə etməsindən. Bəzi xırda ziddiyyətlər ki var, kimlərsə ondan yapışır. O usta çox gözəl deyirdi. Bizim zahirən ziddiyyət kimi gördüyümüz əvvəla ziddiyyət deyil. Biz o biri tərəfi görmürük, pərdənin arxasını. Və hərdən birdən Allah bizə gələcəkdə göstərəndə deyirik ki, ey dadı, büyüdad, necə uşaq olmuşam, elə bilmişəm ki, ziddiyyət var. İkincisi, hətta ziddiyyət kimi də qəbul eləsən, qayçının iki ağzı kimi qəbul elə. Qayçının bir dişi, o bir dişi ilə ziddiyyətlidir. Amma nə üçündür o? Nəyisə həll eləmək üçün, hansısa problemi həll eləmək üçündür o qayçının iki ağzı. Dünyadakı hadisələr də belədir. Nələr, məsələn, bunu fəsad kimi qəbul etmək olmaz. Fəsad sistemin dağılmasıdır. Bəli. Sistem işləyir. Biz deyək ki, məsələn, ay öz hərəkətini dəyişdirsin, günəş öz hərəkətini dəyişdirsin, fəsillər dəyişsin, nə bilim, ümumiyyətlə biri olmasın. Yəni, bu sistem heç vaxt dəyişmir, normal yerində işləyir. İndi bəzi hadisələr, hər şey hikmət üzündən baş verir. Həyatda bizim gördüyümüz bəzi hadisələr ki, bunların hamısının özünün səbəbləri var. Onu ən gözəl şəkildə Allah Teala Quran-Kərimdə Mağara surəsində, Əl-Kəhf surəsində Həzrəti Musa əleyhissalamla Həzrəti Xızr əleyhissalamın hadisəsində bildirir ki, sizin baxışınız müəyyən qədər görür. O müəyyən qədərdən o tərəfəni siz görmürsünüz. Görmədiyiniz sizin də pis mühakimə eləyirsiniz. Səhv eləməsəm, Jack London'un bir əsəri var, əgər yadımda düz qalıbsa. Səhv eləməsəm, biraz çoxdan oxumuşam. Bir nəfərin bir iti olur. Soğuk bir qış günündə körpü uşağı qoyur evdə, it də həyətdə qapını bağlayıb.
Gedir bir işin dacı qayıdıb gələndə görür ki, qapı açıqdır, it otaqdan çıxdı, ağzı qan içində. Necə əsəbləşirsə güllə ilə vurur iti başından, qaçır içəri. Qaçır görür ki, uşaq beşikdə oynayır, yanında da bir porsuq boğulub öldürülüb. Yəni otağa qədər bir şeyi görmədiyi üçün görünə boyda yəni yanlışlığa səbəb oldu. Bəzən bizim o egomuz ki var, mənim beynim etallondur. Mənim qavrayışım meyardır. Mən başa düşürəmsə eyni həqiqətdir, başa düşmürəmsə yalandır. O ateistlərin fikri budur da əslində şuuraltısı. Mən görmürəmsə Allah yoxdur. Yəni mənim görüntüm o mən ki su dolu stəkanın içində qələmi salıram, onu sınmış şəkildə görürəm, əslində sınmayıb. O gözün sahibi deyir ki, mən nəyi görürəm o düzdür. Bu loğalıq insanı bədbəxt edir. O gözdə də o təsirlərdə kimsə teleskop götürüb səmada Allah üçün gəzirdi ki, Allah məşhur deyim var, Allah üçün gəzirəm. Yəni ona bənzəyir ki, yəni bəzi şeylər var ki, onu bu maddi gözlə, ya adi gözlə görmək qeyri-mümkündür. Amma onu inkar da edə bilmirik axı. Bəli. Biz onu inkar etmək üçün əsasımız olmalıdır. Və o məsələlər təbii ki, o da təvhidin məsələlərdir. Ondan biz danışacağıq. Və gələk Hacı, burada nəsə qaldısa buyurun. İki məsələni istəyirəm qeyd eləyəm. Bu ki biz görürük dünyanın, aləmin sistemi normal işləyir və mütaliə eləyənlər, dərindən oxuyanlar bilirlər necə harmoniya ilə dünya idarə olunur, necə bir-birini tamamlayır. Mən istəyirəm yağış yağmasın, mənim ayağımda revmatizma var məsələn. Amma bir kətçi istəyir ki, tezliklə yağış yağsın, heyvanlarını fərqin hikmətlərindən danışır. Ot bitsin, o da südü saxsın, göndərsin şəhərə, mən yiyeyim, sağlamlığımı qoruyum. Mən isə istəyirəm yağmasın, revmatizmadan ayağım ağrıyır. Ayağım ağrıysa həkim də oradadır, o məni müalicə eləyir. Hamısı bir-birini tamamlayır. Mən elə bir dayaz düşüncəli olub başlayıram irad bildirmək. İndiki sistem normal işləyir və dünya dağılmayıb, tək mən Tanrı birdir. Niyə? İkisi olsaydı, yəni iki Tanrı ya ikidən çox olsaydı, heç bir dünyada olmamalıydı. Niyə? Çünki hamı eyni şeyi eyni obyekt üzərində eləməli idi. Eyni şeyi eyni obyekt üzərində milyardlarla Samir, milyardlarla Mircəfər, milyardlarla telefon eyni modeldən, eyni stoldan olmalıydı hamısı. Niyə? Çünki milyardlarla Azərbaycan olmalıydı. Milyardlarla yer kürəsi olmalıydı eyni orbitdə. O da mümkün deyil. Elə bu fəlsəfi mümkünsüzlük sübut edir ki, vahid idarə edən var. Bu bir məsələ. İkinci ayənin davamında deyir, Fəsubhanallahi Rabbil Arş Amma yəsir. Mən ona gəlmək istəyirdim. Buyurun, elə oradan keçək. Buyurun, siz... Mən bir kəlmə deyəcəm ki, o ayə ki var, yer yadından çıxıb deyir ki, İlla ibadəllahil müxləsidir. Allah Taala'nın müxləs bəndələrdən başqa heç kəs doğru vəsf edə bilməz. Çünki hamı öz naqisaqlığı ilə ölçür. Amma müxləsləri ki, Allah özü xalisləşdirib, onların danışığını da xalisləşdirib, yəni onları idarə eləyir, yəni özü-özünü vəsf edir əslində. Bəndə Allahı vəsf eləyə bilməz. Bəndə nə desə yarımçıq olacaq. Müxləs bəndələr isə öz sözlərini demədikləri üçün, Allahın sözlərini dedikləri üçün nə vəsf edirlərsə doğru vəsf edirlər. Gözəl. Birinci Hacı, Subhanallah. Bəli. Allah pakdır. Eyb və nöqsanlardan pakdır. Bəli. Bəzi şeylər eyblidir, bəzi şeylər nöqsanlıdır. Bəli. Məsələn, evin içində bir xalça təsəvvür eləyək. Xalça əgər evin hər tərəfini, hər küncünü əhatə etmirsə, balacadırsa, bu nöqsandır. Bəli. Yəni azlıq var da, onunla nəqs var. Amma evli deyil. Amma evli deyil. Amma həm də cırıq olsa, həm evlidir, həm nöqsanlıdır. Həm evlidir, həm də nöqsanlıdır. Və bütün dünyadakı əşyalar, bütün hər bir şey biz bu meyarla ölçə bilərik ki, nə nöqsanlıdır, nə evlidir, nə möhtacdır, nə dəyişkəndir, nə aradan itəndir.
Və bununla da biz təxminən başa düşürük ki, nöqsan və eyib nə olan şeydir. Allah Taala bütün eyib və nöqsanlardan uzaqdır. Onda nə eyib var, nə onun sifətlərində, istər zati, istər feili sifətlərində, işlərində, nə də bütün cəhətlərə görə. Nə nöqsanı var, nə eybi var. Bunu dərk etmək əslində, məsələn, Allah Teala Qurani-Kərimdə yeni bir baxış qoyur ortaya ki, yəni daha doğrusu bizə bildirir ki, göylərdə və yerdə nə varsa Allaha təsbih edir. Yusabbihu lillah. İn min şeyin illa yusabbihu bihamdih. Velakin la tefkahuna tesbihahum. Hər bir şey Allaha təsbih deyir. Bunu inkar yəni elə bir şey yoxdur ki, Allahı təsbih etməsin. Lakin siz onların təsbihini anlamırsınız. Yəni Allah Teala demək istəyir ki, əslində onlar deyirlər təsbihi. Amma siz anlamırsınız. Yəni onların dili var, onların səsi var, onların düşüncəsi var. Yəni aləm hamısı ağıllıdır. Əslində bu yeni baxışlardır. Yəni bu baxışla insan dünyaya baxsa, aləm ağıllıdır, canlıdır, diridir. Aləm danışır. Bizim məsələn o daş hesab etdiyimiz o camid, hərəkətsiz hesab etdiyimiz o daşın özünün dili var, özünün təsbihi var, özünün təsdiqi var. Bu əslində çox gözəl bir baxışdır və bu baxışla insan dünyada yaşasa, inanırsınız ki, heç nə ziyanı olmur. Dünya görüşü də dəyişəcək, həyat tərzi də dəyişəcək. Dünya da gözəlləşəcək. Həzrəti Peyğəmbər hətta evin əşyalarına da ad qoymuşdu. Hörmət edirdi. Hörmət edirdi, naz edirdi bəzən onlardan ki, yəni qurban olasan o ürəyə, qurban olasan o baxışa. İndi təsbih Allahı eyb və nöqsanlardan uzaq bilmək. Həm də bu qayıdır onun adlarını tanımaq. Çünki biz Allahın varlığını dindən kənar dəlillərlə, yəni var din daxili dəlillər, ayələr, var dindən xaric, məsələn, əqli dəlillərlə biz Allahın varlığını dərk edə bilirik. Onun bəzi məsələn təvhidini dərk edir, bəzi xüsusiyyətlərini də, amma onun tam adlarını, onun o əsma-ül hüsnasını isə biz yəni camal və cəlal sifətlərinin tam olaraq gərək dindaxili dəlillərlə biz öyrənək. Allah Teala özünü necə vəsf edibsə, özünü necə vəsf edib, özü barəsində nələr danışır, necə danışır özü barəsində gərək. İndi Allahın adı məsələn biri ilə Subhan ki burada. Fəsubhanallah bu ayənin ardında Ənbiya 22-də. Fəsubhanallah. Bəs əgər yer üzündə bir tanrı varsa, yer üzündə məbudlar yoxdursa, göy və yer dağılmırsa, onda fəsad törənmirsə, elə isə fəsubhanallah. Allah pakdır. Şəriklikdən. Bütün eyb və nöqsanlardan pakdır. Şəriki yoxdur. O yeganədir və o qüdrətlidir, o elmlidir, o müdəbbirdir, hər zaman idarə eləyir və Rabbil arşi amma yasifun, onların vəsf etdiyi o şirk sifətlərinin hamısından o uzaqdır. Subhanallahın qaydır olaraq. Yəni o pakdır bu şeylərdən. Rabbil arş kəlməsi ərşin sahibidir. İndi hacı buna da istəyirəm elə. Və Subhanallah barəsində yer başqa bir çoxdur sözlər, çoxlu barədə əlavəniz varsa. Subhanallahın o mənasını siz Musa əleyhissalamın şükür hadisəsində anlamaq olar. Allah Cəllə Cəlaluhu buyurdu ki, ey Musa, mənə layiq olan şükrü et. Həzrət Musa əleyhissalam ərz elədi, ilahi, mümkün deyil. Allah Teala buyurdu, soruşdu, niyə? Ərz elədi, ilahi, mən hələ bir şükrü etsəm, sənin verdiyin dillə, sənin verdiyin beyinlə, sənin verdiyin tənəffüslə, sənin verdiyin izinlə, sənin verdiyin qüdrət, səlahiyyətlə bunu edəcəm. Bir şükrünə nə qədər şükür lazımdır, təşəkkür lazımdır. Mən mümkün deyil, sən öhdəndən gələ bilmərəm. Allah Teala buyurdu, bu sənin şükründür, bu mərifət. Bəli. Bu Subhanallah ki var, Allah
pakdır, ucadır. O bir deməli Ceyranbatan qəsəbəsində bir kişi var idi. Əbülfəz kişi, Allah rəhmət eləsin. Taksi şoförü idi. Yardımda bir kişi idi. Yaxın adam idi, yəni dostluğumuz var idi. Bir dəfə qardaşım ondan soruşdu ki, Allahu Əkbər bilirsən nə deməkdir? Əvvəl kişi də söz altda qalan deyildi. Fikirləşdi ki, mən nə desəm? İndi bu, məsələn, Kazıma deyəcək, yox, o deyildi. Fikirləşdi. Dedi ki, Allahu Əkbər ağa. O deməkdir ki, böyüklük Allahdan kiçikdir. Elə yerdən dedi ki, daha heç bir cavab olmasın. Həqiqətən, Subhanallah, yəni biz eləyə bilmərik, anlayaq o necə pakdır. Çünki mən onu pak hesab eləsəm, mənim beynimin pak hesab elədikləri belə qüsurludur. Mənim pak hesab eləmə qabiliyyətim belə naqisdir. Ona görə yalnız müxləslər. İndi məsələn, Hacı, Quran-ı Kərimdə Cavad Amili bunu bəhs edir. Mən gəlmə təfsirdə. Quran-ı Həşr surəsinin təfsirində bəhs edir bunları. Quran-ı Kərimdə məsələn biz görürük ki, məyusluq kafirlərə məxsus bir xüsusiyyətdir. Məsələn, iblisə, şeytana, o yüzden küfürdür bu. Allahdan məyus olmaq küfürdür. Nəyə görə? Əsası gətirir ki, Subhanallaha ziddir. Bəli. Yəni, məyus olan insan, Allahın rəhmətindən, onun məğfirətindən məyus olan insan nə ifadə eləyir? Onu ifadə eləyir ki, yəni ilahi sən bacarmazsan da mən. Çarəsizəm və sənin də çarən yoxdur. Sən bacarmazsan məni bu vəziyyətdən çıxarasan. Sən bacarmazsan mənə köməkli eləyəsən belə bir vəziyyətdə. Bu küfür, Allaha nöqsan mən qayıl oluram da. Yəni sənin gücün çatmaz. Bu küfürdür. Ona görədir məyusluq bağışlanmır və qayıdır, onun kökü bura qayıdır. Şirkə qayıdır. O Subhanallaha ziddir. Sən artıq Subhanallah etiqadından çıxırsan. Bu bir də deyir ki, Allahın məkrindən özünü amanda bilmək də Əmənu məkrəllahi ilə qavmını kafirin. Küfürdür. Bir ayə var o cürə. Kafirin də var. Xasirun da var. Çünki sən yəni özünü Allahın məkrindən, Allahın əzabından amanda bilən adam nəyi ifadə etmək istəyir? Bir ki, yəni mən eləyirəm, sənin gücün çatmır da mənə. Hər dəfə mən o günahı təkrar edirəm. İçində ucub var, təkəbbür var, özündən razılıq var. Da, yəni bir dəfə, iki dəfə müstəqilliyi var. Allah imkan verir, Allah möhlət verir. Bu isə elə bilir ki, vəssə Allahın da gücü çatmaz mənə. Yəni məni cəzalandırmağa, mənə əzab verməyə dahi gücü çatmaz. Yəni sən, ilahi, sən əstəğfurullah, oldun, olmadın mı elə, yəni yaxşıyam, pis deyiləm. Bu Rəbbil Ərş, bitdi sözümüz. Bir də deyir ki, məsələn, adətən, məsələn, bizim namazımızdır, bizim həyatımız, bizim yaşantımızın əsası və mənası əslində mömin insan Subhanallahla yaşayır. Elhamdülillahla yaşayır. Mömin olmayan insanlar isə onlar da əslində bu əqidəyə zidd yaşayırlar. Bizim namazımız əvvəldən axıra qədər Subhanallah və Elhamdülillah. Məsələn, rükuda, səcdədə biz birinci Subhanallahla başlayırıq. Və Elhamdülillahla. Subhanə Rabbiyəl azimi və biha. Subhanallah, yəni pakdır, mənim böyük Allahım pakdır və ona həmd olsun. Deyir, Subhanallah özündən sonra həmd gətirir. Madam ki, Subhanallah, sən paksan, sən mənə neymət verirsən, sən məni dolandırırsan, sən mənə hər şey verirsən, Elhamdülillah, sənə şükür olsun. Hətta neymət olmasa da, Subhanallah, Allah ki, hər şeydən pakdır, deməli, bütün təriflər kimə layiqdir? Elhamdülillah. Ərş, Rəbbil Ərş. Ərş kainatı idarə etmə sistemidir. Kainatın idarə olunması. Yəni, burada da şiki vurur. Rəbbil Ərş bir varlıqdır. O Allah ki, Subhanda ərşin Rəbbidir, idarə edən yalnız və yalnız odur. Nə ehtiyacı var şərikə, nə ehtiyacı var köməyə, nə ehtiyacı var vasitələrə,
mələklərə, müdəbbirat-ı əmrə, ənbiyaya, övliyaya, heç nəyə, heç kimə etirazı yoxdur. Yəni ehtiyacı yoxdur. Yəni bütün gözəl, kamil xasiyyətləri bitməyəcək, tükənməyəcək şəkildədir. Belə bir varlığın nəyəsə möhtac olması absurddur, mümkün deyil ki, yəni gülüncdür. Azalmır ki, deyəsən ki, kimsə əlavə elədi. Bəzilə deyir ki, mənim ibadətimə qalıb Allah Taala. Bəli, Allah Taala sənin ibadətinə qalıb. Bilirsən niyə? Çünki səni yaradıb kamilləşmək üçün, sənin kamilləşməyin üçün ibadət şərtdir. Amma Allahın öz zatı, Allahın, yəni Quranda özü buyurur ki, bütün kainat da müşrik olsa mənə zərər verməz. İstəsəm heç kəs şirk eləməz. Həzrət Əmir Ölümüminin Nəsib Ağada buyurduğu kimi Həmmam xutbəsində deyir ki, kimsənin itaəti sənə nəsə qazandırmır, artırmır. Kimsənin də günahı sənə nəsə azaltmır. Buyurun Hacı. Yox, elə bu qeyd eləmək istəyir. Vaxtımız var hələ, 3 dəqiqə. Məsələn, ərşlə bağlı bir çoxları, Quran-ı Kərimdə ərşlə bağlı bir neçə ifadələr, bir neçə ayələr ki var. İstəva aləl-ərş. Məsələn, bu ayədə Allah Taala burada açıq-aşkar deyir ki, yəni yer, göyü hamısını əhatə edir bir ərş formasında. Ki, yerin, göyün o hakimiyyəti, onun idarəçiliyi Allahın əlindədir və bu ərş adlanır. Və Quran-ı Kərimdə məsələn ki, o ərşdə qərar tutdu. Bunu bəzən səhv salırlar. Deyirlər ki, məsələn, bu bir məkandır. Məsələn, yer göydandır, uca bir məkandır. Və nauzubillah, Allah orada dayanıb, oturub, oradan idarə edir. Yəni, bir növ Allaha bir məkan, biz həmən insanlar Allaha bir məkan təyin edir, ərş adında və Allahı da oraya sığdırır ki, onu, yəni o ərş onu artıq əhatə edir də, o ərşin içində, ərşin üstündə oturub. Bu onun ən sadə cavabı, Sami müəllim, bildiyimiz kimi, yəni sual, o ərş Allah ilə paralel həmişə olub, ya Allah onu sonradan yaradıb? Desələr ki, Allah ilə paralel həmişə olub, bu şirkdir. Ərş adlı bir şəriki var Allahın, ki, onu Allah yaratmayıb. Onun yaradanını tapmaq lazımdır. Estağfurullah. Yox, əgər onu Allah yaradıbsa, sual. Onu yaratmamışdan qabaq harda qərar tutmuşdu Allah Taala. Burada məsələ həll olur. Ki, bu boş şeydir. Niyə Allah ərşin üzərində qərar tutdu? Çünki kainatı yaratdı. Bu yaradandan sonra idarə etmə sisteminə hakim oldu. İstəva aləl-ərş budur. Başladı idarə etməyə. Çox sadə, başa düşülən, anlaqlı bir ayədir. Sadəcə kimlərinsə ön yarğısı bu ayəni bu vəziyyətə salır. Həm də, məsələn, başa düşmək lazımdır ki, ərəb ədəbiyyatında bu ərş ifadəsi hansı mənada işlənir? Quranın öz ifadəsi, məsələn, Quran-ı Kərim Nəml surəsində o bilgisin taxtını gətirmək üçün, bu taxtı nə adlandırır? Ərş. Kim onun ərşini gətirə bilər? Elə bizim Azərbaycanda da belədir. Filan kəs taxta çıxdı. Oturub evində deyil, taxta çıxdı. Hansı taxta çıxdı? Taxt yoxdur. Vəzifə kürsüsü. Görürsən, kürsüdə də deyil. O da dayanıb ayaqda ki, vəzifə kürsüsündədir. Bu ifadələrdir də. Deməli, ərş deyəndə Allahın hakimiyyət idarəçilik sistemi nəzərdə tutulur. Bu heç də xüsusi bir məkan deyil. Mümkün deyil. Yəni, ondan qabaq haradaydı bəs? Bəli. Mümkün də deyil, çünki ərşi bir məkan kimi təsəvvür etsək, Allah onu deməli yaradıb da. Hələ üstəlik Allahın məhdudiyyəti gəlir, Allahın cəhətdə qərar tutulması gəlir. O qədər problemi var ki bu söz. Bəli. Təsbihlər olsun, yenə vaxtımız bitib. Mən elə biləm ki, elə kifayət eləyər, yaxşı bir vaxt elə bitdi. Demək olar ki, bu ayəni biz onun izahını xülasə şəklində çatdıra bildik. İnşallah ki, Allah sizin dilinizə güc-qüvvət versin. İnşallah ki, insanlarımıza da güc-qüvvət versin ki, fəhm edə bilsinlər və biz hamımız inşallah bunu olduğu kimi başa düşək. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Var olasın inşallah. Çox sağ olun. Allaha əmanət olun.